Bu yol bizi gözü yaşlı bir qadının görüşünə aparır. O qadın ki, 19 yaşından əzab və istirablar içərisində yaşayıb. Bəli, düz eşitdiniz, 19 yaşından. Həyatının gözəl çağında Elmira xanım ən çətin sınaqlardan keçib. O sınaqlar ki, bu qadını ürəyini bizə açmağa vadar etdi. Verilişin baş sponsoru Zəfəran Hospital. Neçənci il doğumlusunuz Elmira xala? 50-ci il martın 22-si. Harda dünyaya gəlmisiniz? Xocalda. Necə bir ailədə, neçə uşaq olmusunuz? Özümüz 10 uşaq olmuşuq. Maşallah. Neçənci ildə ailə qurdunuz? Neçə oldu ailə qurmusunuz? Özümün 16 yaşım tamam döldü. Öyle 66-da elə bir elə da qardaş, elçi gəliblər, veriblər. Elə bil evim bir tək oğlu olubdu, getdiyim. Tanımamısınız öncədən? Elə bir qohum olub, tanımışıq ki, kimdir, amma da elə bil o vaxtı yoxdur da. Ailənin məsləhətinə? Ailənin məsləhəti ilə Allah ölənlərinə rəhmət eləsin. Böyük qardaşım vardı, atam da vardı, anamın o qardaşımın söz ötkün olardı, o elə bil veribdi, ailənin sözü ilə. 66-da toyum olub, 69-da yoldaşım rəhmət edir. Polis işləyirdi, yaxın gəldi. Orada nəysə avariya ilə rəhmətə getdi. Avtomobil qəzası? Avtomobil qəzası. 2 dənə uşaq. Əslində də elə bil bir evdə otduq. Qaynanam, qaynatam elə bil o uşaqlara ata kimi də böyütdü. Ata kimi oldu. Qaynanam özü evdar qadınıdır, çox gözəl insanıdır. Elə otduq da bir yerdə baş-başa verdik. Uşaqları saxladıq. 19 yaşında? Özümün də 19 yaşım hələ tamam. Elə otduq qaynanamla, qaynatamla 4 baldızım olub. Yaxşı da yaxşı otduq, saxladıq. Elə dilim şükürə gəldi, hə, qızları verdik. Oğlu evləndirdi. Oğlumu da evləndirdim, qardaşım qızını aldım. Elə vertolyotla getdik gəlini. Elə o vaxtı Vaqif Arzumanlı vardı. Yazmışdı, jurnal yazmışdı. Elə bil Xocalda dururdu, hələ vertolyotda gələn. Da sonra da gəldik, Naftalanda yaşadıq. Necə oldu Naftalına gəldiniz? Qaçqın düşdünüz? Qaçqın düşdük. 92-də o 25-dən 26-sına keçən gecə siz də orada? Yox, mənim o vaxtı gəlinim, bu gəlin. Raket qapıya düşdü, gözü riskinə tutuldu, sağ gözü tutuldu. Ta o vaxt avtobus zat yoxdur, vertolyotla onu çıxartdıq, getdik Bakıda yatırdıq. Bakıda gözün institutunda, prezident aparatının yanında gözü tutuldu, sağ gözü tutuldu. Elə oradan getdik, orada müalicə alırdıq, mən də onun yanındaydım, onun oğlum Xocaldaydı. İndi o da nəysə salamat çıxıb gəlmişdi.
köçdünüz Naftalana? Köçdük Naftalana, elə bir qaçqın olanda Siftə gəldi Yağcabədin Hindaq kəndinə. Oradan da Xocalı cəmaatını yığdılar Naftalana. Sonra getdik, yığışdıq, orada yaşadıq. Naftalanda yaşadıq, neçə il elə yaşayırdıq. Sonra bu gəlin ta çox elə bil xəstə oldu, o da gözü elə tutulduğuna, ora, bura. Gəldik MVD hospitalında, neçə il elə buna yaxşı müalicələr. Sonra baxdılar ki, bununki elə bil necə qorxudan skleroz olub. Gözü ona görə tutulub. İndi görmür? Yox, gözü görmür. Bir gözü? Bir gözü, o birisi də zəifliyib, 30-40% qalıbdır, xəstədir. Elə Mart ayından indi yenə də yerdədir, paslayıb. Oğlunuzu necə itirdiniz? Oğlum deyil, Allah getdi, orada qızım 37 olurdu. Zəng elədi ki, mama burada həkim var, danışmışıq, gəlinin gözünü yaxşı eləyəcəkdi. Da götü gəl bura, ta o vaxtda Minvoddaydılar. Elə dedim ki, nə dedi, danışmışam, həkim var, deyib ki, yaxşı eləyəcəm. Gəlsin burada eləyək, da gözü açılsın. Elə üzrə sklerozda elə bir xəstəydi. Neyse elə oğlum da, hamımız elə uşaqlar da balacaydılar hamısı. Getdik. Ta indi yaşayış da çətin idi da burada. Qız orada olduğuna getdik ora. Orada da getdik elə biraz müalicə, ora, burada heç kömək olmadı. Sonra biz qayıtdıq, gəldik. Elə oğlum da gəldi. Bir də təzdən nəysə vəziyyətdən elə qədər 4 uşaqlı körpə-körpə. Bir də getdi. Burada da elə ermənilər tərəfindən elə öldürdülər. Davaya düşmüşdü, yoxsa necə xala? Davaya düşmüşdü. Oğlunuzu itirəndə nəvələrin neçə yaşı var? Bir qızı vardı, 3 oğlu. Hə, bir qızı, 3 Bir qız, 3 oğlu. Böyüyü 8 yaşındaydı, ikincisi 7, balacası 6 yaşındaydı, kızı da 2 yaş yarımındaydı. Hə. Yoldaşı da xəstəydi. Elə belə məsləhət elədilər, hadisədən Naftalanda yaşayırdıq. Dedilər ki, qohumlarım vardı, hamısı əmim oğulları vardı, rəhmətə gedib qardaşım. Belə məsləhət elədilər ki, tam güya mən yaşamayacağım. Gəlinə atası götürsün uşağın hansı inansa, uşağın da ikisini verələr, uşağı verələr. Elə bir yuxudan ayıldım, dedim yox. Röyşənin babaları verməm uşaq. 6 ay Naftalanda yaşadıq, hadisədən sonra 2000-ciildəydi. Ondan sonra da mən Naftalanda oldum, çölə çıxmadım, işıqlı dünya dedim, baxmaram. Sonra bu balaca qızı bacım oğlundaydı. Onlar gəldilər, bizi köçdülər, getdilər bura Bakıya, Xırdalana. Bir müddət elə kirədə yaşadıq, özləri də pulum verdi, bacım oğlanları o yezlə çox kömək elədi. Uşaqlar balaca. Sonra elə bu torpağı yezlə götürdü, özü tikdi ki, uşaqlara bu evi, bacımın oğlu. Elə yaşadım da belə heç nə. Mən də dedim ki, vermərəm, mən Rövşənin balalarını heç kimə vermərəm. Öz atası böyüyor. Balaları da atasız böyüdü. Balaları da atasız. Necə güc tapdınız özünüzdə? Elə güc tapdım. Elədim, gücləndim, dedim, qoymaram böyüşə, amma götdüm. Yeznəm, bacım uşaqları kömək elədi, çox kömək elədi. Bu yeznəmin qardaşları. Sonra dedim, heç kimə yıxılmaram, qoymaram, nə bilim, getdim, heç nəvələrim yekəlmişdi. 8-də 9-da oxuyurdum, mağazinlərdə. Getdim orada işləyirdim, nə bilim, mağazində zatda işləyirdim. Bir dəfə 6 yaşında qalan nəvəm, bu aşağıda mağazin vardı, gizlinti işləyirdim, heç qızlarım da bilmirdi, elə gedib süpürüb gəldim. Bir dəfə elə yeşik mağazinin qabağından aşağıdan yeşik tullayanda gördüm balaca nəvəm. Elə 7-də 8-də oxuyurdu, gəldi ki, o nə yeşik tulluyursan, dedim, evdən gəlmirəm, dedi, yox, mağazindən çıxdım. Dedim, hə, yaxşı eldin, kilit çıxdım da nənə qurma. Dedi, yox, nədər sən işləyirsən, hardasan. Mən dedi, nənə qoymaram işləməyə.
Götdü. Mən gəldim evə, orada da mağazinə dedim ki, uşaq qoymadım. Sonra özdə yaxşı oxuyurdular əmlərdən. Getdilər, nə bilim, afsiyansad işlədilər özləri. Yəni, səni qoymayacaq işləyirlər. Elə güc tapdım da, dedim, qoymaram Rövşənin balına. Bir adamın evində, bir gedə bir istəyən çay içə, ya kiməsə də. Möhtac ol. Özüm elədim. Sağ olsunlar, Elvidə hospitalında ismi həkim vardı. Elə neçə il gəlin müalicə elədi, gəlin də xəstə idi. Orada onlar eləyirdi müalicəni. Heç elə özümə güc tapdım ki, Rövşənin balalarını qoymaram, heç kiməsə möhtac ol. Heç saçınızı boyadınız? Yox. Elə sağladıq, yekəltdik. Kızımın yoldaşı, bunun yoldaşı Pajmoğlu'ydu, elə kömək elədi da. Hamı qohum övlad qaşqınıdır, heç kimdə imkan yoxdur, mənə bir kömək. Elə toplaşdım özümü, balaca ikisini evləndim 20 yaşında, dedim ölüb eləyərəm, özüm infarkt keçirdim. Uşaqdı, qalarlar ortalıqda. Nəvələri evləndi? Nəvələrimi bu ev elə Pajmoğlu'da, onun sayəsində tikildi, kızımın yoldaşı. Sonra ikisini evləndirdim nəvəmin. Biri əskərlikdən gələndən sonra birinin ondan qabaqda dedim, mən ölsəm qalacaqlar ortalıqda, şəhər yerdir, qoy uşaqlar küçələrə düşməsinlər, başsız olmasınlar. Elə bircə xanım ona şükür edirəm ki, əziyyət çəkdim, uşaqlar tərbiyəli oldu. Öz tərəfimizdən aldım qızları, o iki dənə uşaq qız aldım, ikisi də elə yaxşı. Birinin 3 uşağı var, birinin bir uşağı var, qızı da verdim. O 2 yaşında yalın qalan qızı da verdim. Onu da toyun elədiniz. Onu da qohuma verdiniz. Onu da tanıdığıma verdim. Necədirlər indi, ay Elmira xala? Razısınızmı kürəkəndən, qızınızı verdiniz? Hə, şükür, razıyım. Qalıb bir nəvə. Qalıb indi elə subay bir nəvəm qalıb onda. Anası elə də yorğan döşəkdi. Gözündə tat verə bilmirəm. Özünüzün sağlamlığınızda hər hansı bir problem varmı Elmira xala? Özüm 2 dəfə infarkt keçirmişəm. Xəstəxanada yatmışım. Gəlin onkoloji xəstəxanasında yatdı. Sağ olsun elə həkimlər vardı. Uşağı zat verdilər, biraz müalicə elədilər. Nə bilim da belə heç nə bala, mən gərək bir kitab ola ki, mən dərdimi danışam, yazam. Heç deyirəm, göydə bulud üç keçdi, ömrüm günüm puş keçdi, fələk gəl su deyil, halsı günüm xoş keçdi. Öz balamın itkisi. Yoldaşım 4 bacının bir qardaşıydı. Qaynanam, qaynatam, hamısı Xocalıdan getdim bu tərəfdə, hamısını Ağcabədə dəfn elədi. Dedim, Rövşən, müharibə düşmüşdü, gəlini gətirmişdi, polisədəydi. İnstitutda, göz institutunda yatırdım. Dedim, Rövşən, dədəklə qalar ermənin ayağının altında deyərlər, oğlu yoxdur, yoldaşım bir dənə. Onları vertolyotla çıxartdıq. Rövşən, bala qalarlar, töhmətdə qalarıq. Elə gəldilər bu tərəfdə, elə qaynatam heç dözə bilmədi, heç dözmədi. Xocalının il dönümündən qabaq rəhmətə getdi, amma qaynanam da 94-ə qədər yaşadı. Naftalanda yaşadı. O da orada rəhmətə getdi. Ağcabədə qaynatamın bayız uşaqları vardı. Hamısı orada rəhmətə getmişdi, orada bastıdılar, elə bunları da apardı orada. Bacımın bir balası uşaq üstə rəhmətə getdi. Rövşən dedim, amma gərək onu ata, dədən, qaynatama dədə nənə deyir, dədəmlə nənəmin yanında bastıraq. Onu apardı, özü bastı, sonra özü də ora kislədi.
Verilişin baş sponsoru Zəfəran Hospital. Bu gece özüm o kadar değilim, bunu diyeceğim. Hemşe bu kız çalışırdı kim ama senin derdini kime danışır, kime diye. Neçe de kanallara zengele dedim lazım değerler bana ne diyeceksin, ne neyse. Amma insan danışdıqca yüngülləşir. Hele bu Yüngülləşir. diye bunun içinde oğlumun elleri. Amma şərəfli bir ömür yolu keçmişsiniz, ay Elmira xala. Ne bileyim. 15-16 yaşındayım o vaxtda adam yok düz kardeşim atam beni verdiler. 19 yaşım tamam da öldü yoldaşım rahmetli. Kaynanamla kaynatamla ahır vakta kadar bir yerde yaşadık. Balalarım yaxşı oldu. Oğlum kızım bana karşı pis olmadılar, pis evlat olmadılar da o vaxtda. Heç Rövşən incitmiydiler da beni, üzeri geçelim. Ben elə bil orada Xocalda gedirdi, köşəni düzümçülüdü, işləyirdi, gedirdiler məktəbə. Gələndən sonra məndən işləyirdilər. Elə bil məsələ kızı özüm vermişəm. Oğlum özüm, kardeşim kızını almışam da özüm demişəm, tam beni incitmiydiler. Elə deyirdim, elə bilirdim, bax dəvərəm, xoşbəxt. Elə oğlumda da məni incitmədilər. İndi də vəziyyət gəlib bir onlara işin. Oğlunuzun dərdi sizi çox incidir. Oğlunuz. Yoxsa nəvələriniz maşallah. Düşmənə də bala dərdi arzulamaram, heç kim görməsin. O da bala deyirəm daha. Hələ bir dəfə onu, bir yaşı vardı atası rəhmətə gedəndə. Onları yekəltdim, həmraziyə çıxardım, öz qardaşım kızını aldım, o demədi tamam. Dedim, namam nə desə onu eləyəcək. Mesela kızı verdim öz başıma ona dedi ki hə, benim sözümü sındımadılar. Biz o böyük kızım okuyurdu mektepte orada Ağcabəddəmdə, elçi o da şükür o da pis olmadı ki diyeyim pisdi. Pis olmadı uşaqlar. Sonra da balamın balasıydı dedim yekəldəcəm koymaram hiç ki. 4 uşağı hamı bilər ki bir qohum övladın qapısında aparıb bir gün saxlamamışam. Demişəm koymaram deyələr Rövşənin balası kiminsə qapısında boynu büküb. Baxın, gəliniz də bax belə xəstə. Uşaqlar da balaca olub. Yəni bax necə bunun öhdəsindən gəlmisiniz? Necə onlara yemək tapmısınız? Necə məktəbə yola salmısınız? Vallahi indi müəllim kim eşidərsə bilər burada Ağdam məktəbində oxuyurdu. Allah haqqı onlardan yaxşı geyinən olmayırdı. Demişəm qoymaram Rövşənin balaları kimdən çəksin. Elə məktəbə gedirlər özləri də şükür ki tərbiyəli oldular. Tərbiyəli uşaq oldular, şəhər yeri idi. Elə nə dedim ondan otdular, durdular. Elə bil qızı özüm istədilər, dedim hə Təymira səni məsləhət eləyirəm, verəm də tanıdığımız adamdır. Verəm ona, narazı deyiləm, uşaqlar o qədər, o da dedi heç oğlan o görməmişdi. Elə dedi nənə sən kimə versən o qədər əziyyət çəkmirsən. Sen dediğine gitmesek xoşbəxt olmaram. 2 yaş yarımı vardı atası öyle. Çox qəribədir. Özü yaşadığı taleyi o övladları yaşadı. Öz balalarım yaşadı. İndi oğlumun balaları yaşadı. İndi də gəlin belə yatım xəstə olanla mən tamam özü bitirmişim. Elə balaların içində deyirdim, ata yoxdur, analar da var şükür da, neyim. Ama indi bu da elə xəstələnəm, heç. Bugün ən böyük arzunuz nədir Elmira xala? Nə arzuluyursunuz həyatda? Bax, səhər yuxudan durursunuz, axşam yatanda Allahdan nə arzuluyursunuz? Allahdan arzuladığımı deyirəm, atası böyüklər, salamat elə, uzularım ver, heç kimə mühtac eləmə, sağ salamat olsunlar. Qonşu qorum, hamısı salamat olsun mənimkilər için. Allah pis yola düşməsinlər, arzuladığım odur. Pis yoldaşlıq eləməsinlər, elə yaxşıdırlar, şükür bir elə onlara görə. Gecədə, gündüzdə deyirəm, şükür ki onlar ki elə tərbiyəli oldu. İşləyirlər nəvələr? O işləyir, hə. Biri yoxsa ikisi də? Yox, elə üçü də işləyir. Böyük uşaqlar, 3 uşağı var, 3 oğlu var. Böyük oğlanın adını Rövşən qoymuşlar.
Nəvəmin birinin adını, yoldaşımın adını qoydular Xocalıda. Rəhmətli qaynatam o vaxt çıxartmışdıq. Ağdamda baldızımın evindəydi. Bir gəlini də gətirmişdik, atışmaydı, vertolyotla gətirmişdik. Xocalı, mən Ağdamda bacımın evində uşaq oldu, böyük uşaq oldu. Vertolyotla gəldik, elə oğlumun Rövşənlə gəldik. Qaynatam da qızının evindəydi, baldızımın evindəydi. Getdim, dedim ki, İman əmi, gözün aydın da Rövşənin oğlu olub. Dedi, səninki də aydın bala, sənin də gözün aydın, Allah zəhmətin əlində qoymasın, onları sağ doyunca versin. Sonra dedi, adın nə qoyarsan, dedim, sən nə qoyursan qoy. Dedi, yox, özün qoy, dedim, yox. Dedi, razı olsan, Yasim qoy. Yasim də yoldaşımın adıydı. Dedim, hə, qoy, o oldu Yasim. İndi Yasimin oğlu olanda. Heç mən razı deyildim, elə uşaqlar, nənə qoy, atamın adını qoy, atamın adını qoy. Niyə razı deyil? Elə dedim, hələ qoy, mən öləndən sonra qoyarsın da, mən Rövşən deyə bilmərəm. İndi elə qaqaş deyirlər. Dedi, nəvəm, dedi, nəvəm. Qədirov Rövşən, Yasim oğlu qoy, Qədirov Yasim, Qədirov Rövşən, Yasim oğlu olsun. Da ikisi de benim. Dedim, ay bala, tabi özünüz bilin değil. Şimdi beyaz şekiller döküyorlar. Adı koyulan değil. Rövşən benim babam değil, Rövşən benim babam. İl dönümünde geçmişik qəbir üstüne. Getir taşı kucaklayır, yoldaşımın şekliyle bir vururlar. Yoldaşımın qəbri qalıb Xocalıda. Yoldaşınızın qəbri Xocalıdadır. Xocalıda qaldı. Onun şəkliyle, Rövşənin şəklini bir böyüdü vururlardan. Belə baxır deyir, aynen Rövşən babamdır. O da atam deyir, Yasim atamdır. Deyirəm, kızım deyir ki, yox, Yasim atam deyil, Yasim babamdır. Və o niyə ölüb deyirəm, nə bilim. Nə bilim, ey bala, dərdimi danışsam. Heç o kızım deyir, birden deyir, ay mama, kitab ona yazılsan. Uşaqdılar. Evləndim düzdür, tərbiyəlidirlər, gəlinlər də şükür ki, yaxşı uşaqlardır. Qızı da vermişəm, şükür nə deyirəm. Amma heç bir vaxt uşaqları oynatdıqca da deyirəm, ay Allah, döyüşə görək. Bir dəfə üç oğlu, üçü də Yasim, Rasim, Elton. Harasa gedirdik, ağlaşdılar, tutuşdular, dalımız elə həmin illər idi. Üçü də qaça-qaça gedirdi dedim ama maşallah üçü də bir yekələcək. Bunun üçü də bir boyda olacaq. İndi elə baxıram, üçü də bir boyda ama Rövşən yoxdur. Bir dəfə böyük nəvəmə toy eləmişdik. Kaseti koyup baxırdım. Xocalıdan elə adamlar vardı. Dedim inşallah hakkı gelmişler. Asif vardı Xocalı'da, indi polis işləyirdi hardasa. Onlar gelmiştiler, eşidib gelmişler, hiç dememişdi. Bu o kadar çıxış elədi, Yasim seni görün baban kimi adın olsun, Yasim kimi adın olsun. Elə bir Rövşənə layıq evlatlar olasınız, toyda da belə camaat danışır. Belə kasete baxanda dedim, balaca uşağa dedim Elton. Gör nə qədər danışırlar bala, mənim başımda şişmişdi, gör atayla, babayla nə qədər danışırlar. Dedi, nənə, heç nə babamı bilmirəm, görməmişəm, atamı da elə yadıma düşür, amma sənin zəhmətin itiməliyim. Sən biz o qədər əcəyəcəyimizə, biz o zəhmət itirib biz uşaqlar olmarıq. Biz sənin tərbiyənlə böyüyəcəyinə, nə bilim, elə bir o uşaqların tərbiyəsinə təskinlik tapır. Bir onlara təskinlik tapıram, amma Allah heç kimə baladan dərd verməz. O da nə tərbiyə. Hala, bugün bütün gün sizinlə bərabər olacağıq. İndi klinikaya gedəcəyik sizinlə. Gedək bir müayinə olunaq. Dediniz, infarkt keçirmişsiniz. Biz ürəyinizi də müayinə eləyərik. Ümumi bir check-up müayinə də olunarıq. Və sonra da hələ söhbət eləyəcəyik sizinlə. Sizdən razı olsun. Çox şad oldum, çox şad oldum. O kızımı da elə, nə bilim, o da o qədər dərd çəkir, ağrımızı çəkir. Nə pis günlərim var, o çəkib alır.
Allah yoldaşına dəyməsin, qaynlarına dəyməsin. Nə bilim, qohum evlət hamı qaşqın oldum, elə o bacım uşaqlarıma çox elə xəstə oldum, gəlin xəstə oldum. Nə var, həmişə elə bir dayaq durdular, həmişə kömək oldu. Mən heç özümdən qamaq istəyərdim, o gəlin, mayına olma. Nə bilim, bir həkimə sana göstərir. Gəlini istəyirsiniz? Hə. Gəlini də apara bilərik, problem yoxdur. Gəlini də apararıq. Əziz tamaşaçılar, biz Zəfəran Hospitala gedirik. Elmira xala arzusu odur ki, biz gəlinini müayinə eləyək və bilirsiniz ki, Elmira xala danışdıqlarından artıq bəllidir ki, Rövşən adlı oğlunu itirib 32 yaşında və artıq illər keçib. 17 il, hə Elmira xala? 17 il tamam oldu. Sentyabrın 29 Sentyabrın 29 Rusiyada öldürülüb. İkisi də Üçü dəfn olunub. Hə, yol gəldi. İndi bax, yoldaşını da aparacağıq. Bir müayinə elətdirək yoldaşın da, yəni xəstəliyi var. İnşallah hər şey yaxşı olacaq. Elmira xala hələ nəticələrinə lazımdır. İnşallah onların da toyunu eləyəcəksiniz Elmira xala. Gedək. İstəmirəm, bizə balacasını toyun eləyim, onda ortalıqda qalmasın, heç nə istəmirəm. Onlara baxarıq. Bir də heç əməliyyatdan sonra uzi olunmamışsınız. Miyozov uzisi. Bir ödəniş falan lazım deyil. Zəfəran Hospitalı öz təşəkkürümüzü bildirir. Nemət doktor sizə öz təşəkkürümüzü bildirir. Elmira xala, çıxaq biz Zəfəran Hospitaldan. Aparaq Səxavəti qoyaq evə, müayinə olunduq, yəni cavabları da indi tamaşaçılara çatdıracağıq, nə oldu, nə olmadı. Gedək o zaman, sonra da biz sizinlə yolumuzu davam etdirərik. Verilişin baş sponsoru Zəfəran Hospital. Elmira xala, bugün bütün günü bərabər olduq sizinlə. Səhər
evdə söhbət etdik. Dərdlərinizdən danışdınız. Əslində sizin qızınız bizə zəng eləmişdi və dedi ki, mən çox istəyirəm ki, mənim anamı çəkəsiz. Çünki anamın ürəyi dərdlə doludur. Danışmaq, ürəyini boşaltmaq, ürəyini sizə açmaq istəyir. Gəldik, tanış olduq, heç də peşman olmadım. Bir ana obrazı olaraq, yəni o qeyrətli, namuslu, min bir əziyyətlə övladını böyüdən bir ana var qarşımda. Yaşadıqlarınızdan çox danışdıq, amma heç vaxt bizə bu gün ərzində hisslərinizdən danışmadınız. Nə mənada deyirəm? Məsələn, bax, 2 övladınız var idi, balacaydılar. Biri 2 yaşında, biri 1 yaşında. Üzr istəyirəm böyüklərimizdən də. Hamilə olmusunuz yoldaşınızı itirəndə və yoldaşınız o qəzaya düşüb rəhmətə gedən gün elə bilmisiniz ki, hamiləsiz. Həmin günü bilmişəm. Həmin gün bilmisiniz və yoldaşınıza bildirmisiniz ki, bəlkə bu uşaq lazım deyil. Hə. O nə deyib sizə? O da dedi, yox, Elmira, demə, qoy dursun. Daha mən də dedim ki, neynir, hələ uşaqlar balada. Dedi, yox, mən tək oğlanım, qoy olsun desinlər, Yasemin belə uşaqlar var. O vaxt uşaq çox olurdu da. Da elə mən də nəysə evdə də elə oldu ki, dedilər ki, getsin, daha getsin, rədd elətsin. Amma onun o sözündən sonra dedim, heç vaxt getmərəm. Sonra yoldaşınız dünyasını dəyişdi. Bax, ondan sonra da heç fikriniz oldu mu ki, mən onsuz da bu 2 uşağı necə böyüdəcəm, hələ bir 3-cüsünə də baxmalıyam. Yəni, belə bir fikirlər keçdimi? Yox, o vaxt elə bir öz Xocalda olurduq, evimiz vardı, varımız da elə nə əlaş deyildik də, yaxşı idi. Elə fikirləşmədim, elə ancaq uşaqların atası böyüməyin, yazığım gəlirdi. Nə bilim, elə bir gecə qucağıma alıb layla deyəndə, nəysə də çətin uşaqlarlar heç balanı atasız, anasız böyütməz. Amin. Heç bala atasız, anasız olmasın. Hər dərdin dərmanı var, amma onunki yoxdur. Emrah xala, heç oldu mu ki, 19 yaşında bir gənc qız həyat yoldaşını itirib, fikirlər söyləyən oldu mu ki, hə, qaynana-qaynata evindən bu qız gedəcək, gedib özünə bir ailə qura bilər, bir başqası o uşaqlara atalıq eləyə bilər. Bu uşaqlar bir başqasına ata deyə bilərlər. Bax, belə bir fikirlər oldu mu? Allah yox, deyərəm ki, yoldaşım o qədər hörmətli, nəysə yaxşı, belə adlı sanlı uşağı da, amma çox hörmət vardı. Elə bilirəm, həmişə onu deyirəm ki, bəlkə yoldaşıma görə heç kim asar belə o sözə, o fikrə gələn olmadı. Heç vaxt. Heç özüm də o fikirdə olmadım. Elə ancaq uşaqlarımı yekəldim, uşaqları saxlayım. Qaynanam, qaynatamın oğlu yoxdur. Mən bunları tək qoyum, hara gedim. Avtomobildə gələndə yanılmıramsa, siz bir kəlmə söz işlətdiniz. Dediniz ki, o qədər qara geyindim ki, həyat yoldaşımdan sonra Allah Taala oğlumu da aldı əlimdən. Elə bil özünüzü qınayırsınız. Özünüzü qınayırsınız ki, niyə mən gülmədim, niyə mən danışmadım, niyə mən həyata belə deyək də qaynayıb qarışmadım bu həyatda ki, və Allah Taala mənə bu dərdi də göstərdi. Yəni bir həyat yoldaşı dərdi çəkdim, bir övladlarımın atasızlığının dərdini çəkdim, indi də oğul dərdi çəkirəm. Bəlkə al-əlvan giyinsəydim, bəlkə də o pisliklərdən, düşüncələrdən çıxmış olsaydım, bunlar da başıma gəlməzdi. Sanki bax belə fikirlər var sizdə. Xocalda yas yerindəydik. Nəysə, mən ağlayırdım, ağladım. İndi elə qonşuyuq. Zümrüt adlı bir vaxtı gəlin idi, indi ta yaşdaşım. Elə belə piləkənlə yedim ha, dedi. El Rövşən də onda Rusetdə. Dedi, Allah haqqı səninlə bir-biri qıracam. Nə deyil, Murani çəkdi, Yasim, Xocallar da filan kəs. Elə bir qaynatamı bahis uşaqları hamısı qırıldı, Zəkara gəlir. Elə 12 baş külfət hamısı. Bəsdir da sənin bir oğlun var, niyə bu qədər ağlayırsan? Dedim, nə bilim, bilmirəm, özümdən asıldı. Heç ara son gün çəkmədi oğlumun xəbəri gəldi. Necə eşitdiniz o xəbəri? Elə Naftalanda yaşayırdı, bir atası uşağın toyuydu. Nəysə gördüm, cəmaət gəlir, gedir, işini başa düşürəm. Sonra gəldilər, mənə dedilər ki, bəs Surayanın oğlu ölüb. Dedim, ay Allah, Rövşən olmazsa kim olur olsun. Məni batdılar ki, yox, Rövşən deyil də Babəkdir ölən. Babək kimdir? Babək də Surayanın böyük qızımın oğluydu, nəvəmdir. Sonra dedim, ilahi, ta ki Suraya ölsün. Rövşənin ilindən sonra qurban kəsəcəm. Amma Rövşən ölməsin. Cəmaat hamı eşitdi.
Dedim ay Allah, Babək olsun, 40'dan sonra qurban kəsək. Amma ta ki Rövşənə heç nə olmaz. Demədilər heç. 3 gün yol gözlədim. Elə o batırdılar ki, Surayanın uşağıdır. Deyirdim, da Suray olsun. Sonra elə 3 günü də hələ yox. Qardaşım elə, gəlinimin atası gəldi. Elmar, bilirsən dedi, ölən Rövşən. Elə. Uşaqlar balaca qaldı. Emrah xala, qızınız incidi sizdən o sözünüzə görə. Yox, heç yenə həmişə deyir. Dedim Allah, elə əlimi götürdüm, deyirdim özlər. Deyirdim Allah, 2 qızdı, biri öləydi, biri qalardı, amma Rövşən öləydi. Mənim at yerimi kəsməyəydi. O Babək özü də bildi, hə? İndi Babək hardadır? Babək indi evlidir, uşağı var. O vaxt nə bilim 12-13 yaş olardı da belə. Uşağı idi. Heç fikirləşdiniz ki, övladımı bu qədər çox istədim, bəlkə də ondan Allah aldı. Elə vallahi həmişə deyir. əziyyət çəkib bu qadın. 19 yaşında həyat yoldaşını itirib. 50 yaşında özünün 50 yaşı olanda, yəni oğlunu itirib.
Oğlunun həyat yoldaşı ağır xəstədir. Biz apardıq onu müayinədən keçirdik. Milli Onkologiya Mərkəzinə müraciət etməlidir. Düzdür, onkoloji xəstədir, elə orada da müalicə alır. Sadəcə olaraq ananın arzusu idi ki, biz onu MRT müayinədən keçirək. Biz onu etdik. Biz onu etdik və doğrudan da vəziyyəti çox ağır idi, güclə gəzirdi və aparıb evinə qoyduq. Çünki onu çox incidə bilməzdik biz. Amma ananla fikirləşdik ki, bütün günü bərabər olaq, bütün günü bərabər keçirək. Yəni fərqli bir gün yaşasın, o ağrı acıdan bir balaca uzaq olsun, amma yenə də bu ananın göz yaşları qurumur. Bu ana hələ də belə deyək də, artıq o həyat yoldaşının dərdini qoyub bir qırağa, artıq oğul dərdi. 17 ildir bu adam ağlayır. Qınayanlar çox olur da bizi. Düzdür? Nəsə bir hadisə baş verir. Bir qırxı çıxır, iyili çıxır, başlayırıq biraz gülməyə, danışmağa. Deyirlər ki, sən demə bu arsız imiş. Bilirsiniz, yəni o ətrafdan olan qınaqlar, amma gəl gir o ananın ürəyinə, gəl gir o dərdi olanın ürəyinə, bax gör orada nələr var, sonra qına. Düzdür qızım. Üzr istəyirəm buradan, amma bunu deyəcəm, Elmira xala, siz ondan qorx. 31 il övladlarınız böyüyüb, boya başa çatıb, yəni oğlunuzu itirənə qədər. Bizdə bu gözəllikdə xanım. Yəni o qara libas sizi insanlardan qoruyub, o söz-söhbətlərdən qoruyub, elə ona görə də geyinmisiniz. Böyük qızımın toyudu, Xocaldaydıq. Amma Rövşən əsgərlikdə idi. Bir də neysə özüm razı deyildim də uzağa getməyinə. El Ağcabəddən bir gəlin gəlmişdi toya, onun da yoldaşı rəhmətə getmişdi. Tanıyırdıq, qohumları Xocalda olurdu. Neysə əl atdı başımdan dəsmalı, dedi ki, qızının toyudu, qara dəsmalı aç. Bəlkə də o gəlin yaşayır, indi görər də eşidər. Aynı adlı bir gəlindi, yoldaşı alır rəhmətə getmişdi. Polis idi, polis işini öldürmüşdü. Dedim ki, yox, ayna. Dedi, o qızının işidir, belə eləmə. Mən böyük qızın toyunda qara dəsmalı başından açmam. İndi nəvələrimin toy olanda deyirlər ki, bəs nənə day, gətir sənə paltar alaq, dəyiş paltarını. Mən də deyirəm, yox. İndi o balaca deyirəm, biri qalır. Deyir, mənim toyumda saçını Deyərsiniz, gəlib özümüz aparacağıq, sizin saçınızı rənglətdirəcəyik. Ağlamayın, qurban olun. Məni də apararsınız ki, orada oxuyum sizin üçün. İnşallah. Bax, görürsünüz. Deyirəm, Elton, 100 il böyündən belə bala. Heç nə, Allah sizi xoşbəxt eləsin, bəxtəvər eləsin. Bala, atanızın Allah ömründən kəsib sizə versin. Amma mənim, nə bilim, heç... Amma siz elə bu, belə də rəng yaraşır. Yox, Firzə xanım. Bu rəng də çox yaraşır sizə. Elə sizə. uşaqlarda da çox gözəl xanım, çox. O vaxtda hadisədə, elə bil mənim Allah rəhmət eləsin, əmin oğlanlar vardı. Yığdılar bir yerə, elə bildilər ki, yaşamayacam da mən döyüşəndən sonra. Oğlundan sonra. Gəlin də elə naxoşdur. Belə yığdılar, məsləhət elədilər ki, uşaqların birini anası götürsün. İndi mən də hansınsa götürərəm, qalanı verələr uşağı evinə. Elə bil ki, yuxudan ayıldım. Dedim, ömür, mən döyüşənin balalarını qoymaram, heç çağırdım. Mən 4 uşağı bir-birindən ayırmaram, 4 uşağınadan ayırmaram, heç şavaq. Dözəcəm də bu dərd ki, olur, dözəcəm, balalarımı saxlayacam. Qoymayacam Rövşənin balaları kiməsə müytəcəm. Məktəb özüm aparmışam, özüm gətirmişəm. Demişim, gərək məktəbdə bunlardan müəllimlər eşidər, bilərlər. Heç kim bunlardan yaxşı geyinməməlidir. Əsl Azərbaycan anası. Mən o 4 uşağı özüm yedirtmişəm, içirtmişəm məktəbə. Elə bil görürdüm də, məsələ bir dərman olurdu, verirdim də, bunu bu vitamindir, bunu atmalısın, sağ bir belə pul verəcəm, uşaqdılar, belə-belə. Onları, yenə onlara bəlkə biraz pis günlər olsa, Rövşəndən çox yanıram. Dözə bilmirəm. Allah sizə səbir versin, Elmira bacı. Bəzən bilirsiniz, biz nə isə istəyirik və inanırıq ki, bu mütləq, bax, mən bu şeyi istəyirəm, bunu da mən, bu iş olmalıdır. Amma mən indi tam əminliklə belə deyə bilərəm də, Zəmrə xanım. Biz istəyirik, amma icranı Allah Teala özü eləyir. Yəni, biz onun işinə qarışa bilmərik. Bəlkə də Rövşən qalsaydı həyatda, bəlkə də onun o yaşadığı, o düzgün yaşadığı həyatında nəsə baş verərdi və onu nəsə pisliyə sürükləyərdi. Bax, Allah Teala səbəb salsın. Yəni, bu bir yoldur da, sizə görə bir cığır da açılıb. Mən inanıram ki, Allah Teala Zəmrə xanımın o
dözümlüyünə görə, səbirli olmasına görə, baxmayaraq ki, Cavan xanım da onun bütün dünyası yıxılıb və o bugün çox qürurla dayandığına görə mən çox sevirəm onu və mən inanıram ki, sizin üçün gözəl bir şans sözü bizim dilimizə bir neçə ildir də gəlib. Yəni gözəl bir inşallah Allah yol açıb sizin üçün və sizə dəstək olar. Mütləq mən inanıram. Sağ olsun. Mən Zamirə xanımdan bilirəm ki, muştuluqlayar məni ki, və Firuzə xanım və Elmira xanım bax belə bir gözəl işlər yarandı onun üçün. O əziyyət çəkməsin. Nə bilim, Allah Zamirə xanıma da dəyməsin, o ki, mənim bu dolu ürəyimi, elə bil, bu Mirvarının bu arzusunu yerinə yetirdi. Ay mama, səndən kitab yazdıracağam, səndən kitab, sənin həyatın nə olub? Ay mama, nə tərdi, deyirəm, heç bir şey, bala, sizə şükür, balalarına şükür da, neyini, mənə də Allah Taala belə yaradıb da, neyini? Ay Firuzə xanım, Aycan, bəlkə bir ifa olsun sonda. Gözəl bir ifa. Artıq özünüz bilirsiniz də, mövzunu da bilirsiniz, nə ifa eləyəcəyinizi də yəqin artıq bilirsiniz. Bax, bu bir gözəl anaya bir, gözəl bir mahnı. ay gözümün nur ana, hardasan? Ay ürəyim mənə yanan, hardasan? Hey ürəyim mənə yanan, hardasan? Həmişə məni anan, hardasan? Həmişə məni anan, hardasan? Hər an səni görürəm ana, ah saçların hörürəm ana, ah saçların hörürəm mən, hörürəm mən, ayana can ana, qurban ol